Tarixi bir gündən 35 il ötür 1991-ci il 31 martda Gürcüstan vətəndaşları referendum yolu ilə ölkənin müstəqilliyinin bərpasını dəstəklədilər. Bu ölkənin yaxın tarixində ən önəmli və yadda qalan tarixlərindən biridir. Seçicilərin böyük əksəriyyəti Gürcüstanın dövlət müstəqilliyinin bərpasına razısınızmı sualına müsbət cavab verdi. Referendumun nəticələri Gürcüstanın dövlət müstəqilliyinin elan olunmasının əsasını təşkil etdi. Bu bütün ölkə ərazisində keçilən son referendum oldu. İşğal altında olan Çxinval və Abxaziyada yaşayan əhali də öz mövqeyini bildirdi. 5 aprel tarixində referendumun yekun nəticələri açıqlanıb. 9 apreldə isə Ali Sovetin iclasında Gürcüstanın müstəqillik aktı qəbul olunub. Bu prosesin əsas fiquru olan Gürcüstanın ilk prezidenti bugün 87 yaşını tamamlayardı. 31 mart Zviad Gamsakurdyanın doğum günüdür. Bu tarixlə bağlı sosial şəbəkədə parlament sədri paylaşım edib. O, müstəqilliyin bərpasından keçən 35 illik yolu xatırlayaraq qeyd edir ki, dövlətçiliyin qırılması, imperiyanın dağılması, iqtisadi çöküş, insan təkəbbürü, daxili parçalanma və bir çox digər ağır amillər bu yolda öz izini qoyub. Lakin bütün bunlara baxmayaraq Gürcüstan sağ qaldı, öz kimliyini və azadlığını qoruyub saxladı. İmperiyaların tərəfində dayanmaqla deyil, öz ölkəsinin tərəfində olmaqla. Gürcüstanın milli maraqları üstünlüyü üçün bugün də 35 il əvvəl 31 martda olduğu kimi eyni birlik lazımdır. Çünki o zaman verilən sual əslində bugün də qüvvədədir. O daim xalqımızın qarşısında dayanır, daim seçim var və hər zaman bu seçim yenidən nəzərdən keçirməyə çalışan qüvvələr tapılacaq deyə Şalva Papaşvili yazır. O vurğulayır ki, bu ruh yüksəkliyi qorunub saxlanılır və bədniyyətli qüvvələrə tarixi seçimin yenidən nəzərdən keçirilməsinə imkan verilməyəcək. ABŞ dövlət katibi Marco Rubio ilə Gürcüstanın baş naziri İrakli Qobaxidze arasında telefon danışığı baş tutub. Dövlət departamentinin məlumatına görə tərəflər qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən Qafqaz və Qaradəniz regionunda təhlükəsizlik məsələlərini müzakirə ediblər. Telefon danışığı barədə sosial şəbəkədə İrakli Qobaxidze də yazıb. Baş nazir bildirib ki, dövlət katibi Marco Rubio ilə məhsuldar telefon danışığı aparıb və tərəflər tərəfdaşlığın yenidən yüklənməsi, eləcə də Qafqaz regionunda Gürcüstanın rolu barədə fikir mübadiləsi aparıblar. Bundan əlavə ABŞ-ın Gürcüstandakı səfirliyi baş mətbuat katibinin müavini Tommy Pigot'un bəyanatını yayıb. O bildirib ki, dövlət katibi Marco Rubio Gürcüstanın baş naziri İrakli Qobaxidze ilə danışıb. Tərəflər ümumi maraq doğuran mövzuları, o cümlədən Qafqaz və Qaradəniz regionunda təhlükəsizlik məsələlərini müzakirə ediblər. Marco Rubio ilə İrakli Qobaxidze arasında baş tutan telefon danışığı siyasi partiyalarda da dəyərləndirilir. Gürcüstanın ABŞ-dakı səfiri Tamar Taliyashvili konqresmen Jim Beard ilə görüşüb. Görüşdə iki tərəfli münasibətlərin inkişafı müzakirə olunub. Bildirilib ki, Gürcüstanın unikal geosiyasi mövqeyi, iqtisadi potensialı və orta dəhlizin inkişafı baxımından tarixi rolu xüsusi vurğulanıb. Tamar Taliyashvili ABŞ konqresində qanunvericilik istiqamətində Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə görə Jim Bearda təşəkkür edib. Məlumatı Gürcüstanın ABŞ-dakı səfirliyi yayıb. Prokurorluq tərəfindən qrup halında işgəncə, hədə qorxu ilə pul tələb etmə, soyğunçuluq, zorakılığın təşkili və bu əməllərdə iştirak faktları üzrə 12 nəfərə ittiham irəli sürülüb. Qurumun yaydığı məlumata görə təqsirləndirilən şəxslər əvvəlcədən seçilmiş qurbanlara mütəşəkkil şəkildə hücum edir, onları alçaldır, fiziki və psixoloji zorakılığa məruz qoyur, işgəncələr verir. Zorakılığı əks etdirən görüntülər isə bir çox hallarda sosial şəbəkələrdə paylaşılırdı. Saxlanılan şəxslərə Gürcüstanın Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham elan olunub ki, bu da yetkinlik yaşına çatmayanlarla bağlı ədliyyə qanunvericiliyinə əsasən 12 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Qanunsuz ağac kəsilməsinin 2 faktı aşkarlanıb. Ətraf mühitə nəzarət departamenti Qaxeti regional idarəsinin əməkdaşları müəyyən ediblər ki, Axmeta bələdiyyəsinin Pankisi dairəsində hüquq pozucunun qeydiyyatda olan mişar sexində qanunsuz əldə edilmiş 8 ədəd fıstıq növünə aid kötük və 2 kubmetrə yaxın taxta materialı saxlanılıb. Qurcani bələdiyyəsində isə dövlət meşə ərazisində qovaq növündən olan 6 ağacın kəsilməsi faktı qeydə alınıb. Hadisə cinayət tərkibi daşıdığı üçün materiallar sonraki araşdırma və reaksiya məqsədi ilə aidiyyəti quruma göndərilib.